Deməli, iki qrup qoşulur hal-hazırda Pythona. Qruplardan biri yanvar ayında dərsə başlamış qrupdur, digəri yeni başlamış qrupdur. Amma hər ikisi Python qrupuna 4-cü günlər qoşulacaq. Həftənin 4-cü günləri qəbula qədər, imtahan gününə qədər bizdə Python günləri olacaq. Qalan hər öz qrupunda öz dərslərinə davam edəcəklər. Biz bu gündən başlayırıq. Hardasa təxminən 8-9 dərsə Python'ın nəzəri deyəndə ki, yəni öyrənməli olduğumuz nəzəriyyə hissəsini bitirəcəyik. Daha sonra amma bununla belə dayanmayacağıq da Python'da proqram qurmaq, Python'da testlər, tapşırıqlar, nə qədər kitab varsa hamısını, mümkün olan nə qədər kitab varsa hamısını işləyəcəyik sizinlə bərabər. Çünki Python həm sertifikasiyada, həm miqdə ən çox qarşımıza çıxacaq sual sayına görə ən çox sual məhz buradan gələcək. O yüzden gərək yaxşı bilək bu bölməni. Giriş hissəsində bu indi proqramlaşdırmaya giriş edirik. Proqramlaşdırmaya girişin burada mərhələləri verilib. Bunları əzbər bilmək lazımdır. Çünki sual kimi qarşınıza gələ bilər. Məsələn, layihələndirmə mərhələsində nə baş verir, təhlil mərhələsində, kodlaşdırma mərhələsində, tətbiq mərhələsində, texniki dəstək mərhələsində nələr baş verir? Baxın, bu mərhələlərin hər biri, tutaq ki, hər hansı bir proqram yaratmaq istəyiriksə, həmin proqramın proqramlaşdırılması üçün tələb olunan mərhələlərdir. Səsləri bağlayaq da zəhmət olmasa. İndi Python proqramlaşdırma dilinə giriş hissəsində onun tarixi haqqında məlumat verilir. Niyə məhz Python dilini öyrənirik? Onun haqqında, onun aydınları və s. haqqında geniş şəkildə məlumat var. Bu hissələrdə sizlə vaz keçəcəm, üstündən keçəcəm və başlayacağıq ilk komanda olan print komandasından. Biz Python üzərində də buna baxacağıq. Biz istifadə edəcəyik Python'ın öz aydınlığından. Zırhını böyüdək. Bizə rahat olsun. Da biraz da böyüdə bilərik. Demək belə, bax, Python'da yeni proqram yaratmaq üçün new komandasından burada istifadə edirik, açdıq. İlk öyrənəcəyimiz komanda bizdə print komandasıdır. Print komandası şriftini biraz da böyütməm lazım deyəsən. Deməli, print komandasında arqumentləri dırnağın daxilində göstərə bilərik. Dırnağın daxilində nə istəyirsə yazaq, məsələn, deyək ki, salam yazıram. Olduğu kimi çıxışa veriləcək. Həmçinin bununla paralel, bax, bir dənə printin daxilində bir dənə verilən də verə bilərik. Printin daxilində ədədləri də verə bilərik, məsələn, 23. Printə eyni zamanda bir neçə arqument də ötürə bilərik. Məsələn, deyək ki, 23 dırnaqda yazıram. Salam. Deyək ki, bir dənə də Python sözünü yazaq. İndi əgər biz proqramda bir neçə Python'dan print sözündən istifadə ediriksə, onlar hər dəfəsində yeni sətirdən yazılacaq. Salam 23 olduğu kimi çıxışa verilir. Əgər bir printin daxilində bir neçə arqument yazırıqsa, o zaman onların arasından boşluq qoymaqla, bir boşluq işarəsi qoymaqla hamısını çıxışa verir. Bizim İlk öyrəndiyimiz komanda bu komandadır. Burada da onlar haqqında vermişik.
Burada bir şey yadımıza saxlamaq lazımdır. Biz Python'da burada əməllər də icra edə bilərik. Məsələn, tutaq ki 23-ün üstünə 6 gəlib də çıxışa verə bilərik bunu olduğu kimi. Bu zaman sadəcə hesablamanı aparacaq, 29 qiymətini çıxışa verəcək. İndi Python dilində biz print komandasının bir neçə xüsusi arqumentlərindən, daha doğrusu e, parametrlərindən istifadə edəcəyik. Bunlardan ilk öyrənəcəyimiz parametr bir saniye. Və ilk öyrənəcəyimiz parametr end parametridir. End parametri hansı funksiyanı yerinə yetirir? Deməli, end parametrinin mahiyyətində duran şey odur ki, biz bir neçə print funksiyası ardıcıl yerinə yetirmişiksə, gördük ki, onları neynədir? Hər birini ayrı sətirdə çap elədi. Bax, bu cür. İndi əgər biz istəyiriksə ki, bunların hamısını bir sətirdə verək, o zaman end parametrindən istifadə edirik. End bərabərdir. Dırnağı açdıq, bağladıq. Əgər heç nə yazmasaq, heç bir qiymət verməsək, o zaman sadəcə olaraq bunları birləşdirəcək. Yəni, hər dəfəsində özündən sonrakına birləşdirəcək. Məsələn, bax, burada da end yazıram, bərabərdir qoydum, açdım, bağladım. Bütün printləri bir-birinə neynəcək o? Birləşdirəcək. Bax, bu printi gətirdi, salamı 23-ə birləşdirdi. Sonra onu da növbəti sətrə birləşdirdi və bir sətirdə çıxışa verdik. İndi, əgər burada end parametrinin daxilində hər hansı bir işarə yazsaq, ki, bax, bunu yazıram. O zaman o hər sətrin printləri arasında, yəni çapa veriləcək şeylərin arasına bu qoyulduğumuz işarələri də əlavə eləməklə çıxışa verəcək. İkinci öyrənəcəyimiz parametr bura artıq düşüb nəsə. İkinci öyrənəcəyimiz parametr sep parametridir. Sep parametri nə işə yarayır? Bax, deyək ki, biz bu şəkildə bir dənə print vermişiksə, normalda bu boş vergüllərin əvəzinə araya boşluq qoymaqla veriləni çıxışa verir. Amma biz normalda bu şəkildə olur. Çıxışa verilir aralarına boşluq qoymaqla. Amma biz sepdən istifadə eləsək, vergül qoyuruq və sep parametrini əlavə edirik. Sepdən istifadə elədikdə burada sadəcə olaraq onları bir-birinə birləşdirəcək. Əgər sepin içinə yenə heç nə yazmamışıqsa, bax, 29, salam, Python. Əgər biz istəsək ki, onların arasına hər hansı bir simvol əlavə edək, deyək ki, ulduz simvolunu əlavə edək, o zaman sepin daxilində ulduz simvolunu əlavə edəcəyik və bu qədər bəs icra edəcək əməliyyatı yerləşdirəcək ulduz parametrini. Növbəti öyrənəcəyimiz komanda bizdə ulduz parametridir. Ulduz parametri hansı sətrin qarşısına yazılırsa, deyək ki, sepi yazmayaq buradan. O, həmin sətrin, daxil edildiyi sətrin simvolları arasına boşluq qoyaraq çıxışa verir. Baxın, S-la A-nın, A-la L-nın, L-la A-nın, A-la M-nın arasına bir dənə boşluq qoymaqla salam sözünün simvolları arasında boşluqlar yerləşdirməklə çıxışa verir. Daha sonra digər öyrənəcəyimiz parametr ulduz parametri seplə bərabər də işlədilə bilər. Həmçinin endlə də işlədilə bilir, amma indi oraya dəyməyək. Və əgər mən, deyək ki, bu Python-ı silək buradan, bunu da silək buradan. Təkcə salam sözünü verirəm, qabağına bir dənə ulduz yazıram və bunu seplə bərabər işlədəcəm.
Eğer mən bunu setlə bərabər işlədirəmsə, o zaman ulduz parametri normalda simvolların arasında boşluq qoyur. Separator isə o boşluqları nə ilə dolduracaq? Ulduzla dolduracaq. Düzgün cavab bax olacaq bu şəkildə. Keçirəm növbəti hissəyə. Növbəti komandamız /n komandasıdır. /n harda yazılıbsa, avtomatik olaraq həmin hissədə enter funksiyasını yerinə yetirir. Deyək ki, bax. Burada sağ yazıram /n. Sonra l-dan sonra da bir dənə /n yazacağım. Sonra a-dan sonra da bir dənə /n yazacağım. Deməli, harda /n yazmışıqsa, orada enter düyməsi vurulur. Yəni, sağını yazacaq birinci sətirdə, ikinci sətirdə l-nı, sonra a-nı, sonra da m-nı. Baxın bu şəkildə. Bəzən, deyək ki, salam yazmışam, vergül qoymuşam, burada da Python yazmışam. İndi əgər mən bunların hərəsini bir sətirdə yazmaq istəyirəmsə, o zaman seplə bərabər işlədəcəm /n-i. Sepi yazıram, burada yazıram /n. O zaman bu simvolların hər birinin, yəni birincini, sonra vergülün əvəzinə enter düyməsini vurub növbəti sətrə salacağım. Birinci sətirdə salam olacaq, ikinci sətirdə Python sözü çıxışa veriləcək. Digər öyrənəcəyimiz parametr T parametridir, /t. /t harda işlədilirsə, tabulyasiya əməliyyatını icra edir. Yəni, bir tab boşluq qoyur. Tab funksiyasını əvəz edir. Burada da verə bilərəm, məsələn, deyək ki, /t eyni qaydanı orada da tətbiq edəcək. Sal, sonra boşluq qoyacaq, sonra am, sonra yenə tab məsafəsi Python. Sonra sepi dedik, /t-ni dedik. Şərhlər, Pythonda şərhlər iki cür olur. Tək sətirli şərhlər, DS işarəsi ilə göstəririk. Yəni, bir sətirdə yazırıq şərhimizi. Əgər böyük bir neçə sətirli şərhlərdən istifadə eləmək istəyirsə, onda 3 dənə qoşa dırnaqdan istifadə edirik. Sonra gəlirik sabit və dəyişən anlayışına. Bunların üzərində çox dayanmayacağım. Çünki sizə bunun hazır dərsini, videosunu atacağım. Sabitlər və konstantlar iki tipdə kəmiyyətlərdən istifadə edirik. Sabitlər nədir? Məsələn, deyək ki, 3 isə yenə 5, məsələn, deyək ki, burada yazıram. Tutaq ki, elə salam yazmışam. Bu bir dənə sabit kəmiyyətdir. 25 yazmışam. Bu bir dənə sabit kəmiyyətdir. Bir də dəyişənlərdən istifadə olunur. Dəyişən dedikdə yaddaşın müəyyən hissəsində yaddaşın müəyyən adlandırılmış hissəsi nəzərdə tutulur. Yəni, məsələn, A bərabərdir 5 yazdıqda biz A dəyişəninə 5 qiymətini mənimsədirik. Bax, o A dəyişənimiz yaddaşda A adı ilə müəyyən yaddaş yeri, müəyyən yaddaş həcmini saxlamaq üçün istifadə olunur. Və daha sonra biz ondan istədiyimiz yerdə, istədiyimiz şəkildə istifadə edə bilərik. Məsələn, vergül qoyacağım, burada A yazacağım. Artıq bu A dəyişəninin qiyməti 5 olduğuna görə burada da 5 qiymətini alacaq. Nümunə kimi vermişəm burada, bax. Ad, dəyişənin adı bir qutuya bənzəyir. Hər dəfəsində yeni qiyməti gətirib o qutunun içinə nə etmək lazımdır? Yerləşdirmək, qoymaq lazımdır. Pythonda dəyişənin adına verilən tələblər var. Bunlar hansılardır? Bax, bu gördüyünüz işarələrdən istifadə eləmək olmaz dəyişənin adında. 2. Dəyişənin adı rəqəm və riyazi ifadə ilə başlaya bilməz. Məsələn, alma 2 bərabərdir 5 ola bilər, amma 2 alma bərabərdir 5 dəyişəni olmaz. Bircə dənə istisna altdan xətt işarəsidir. Bundan istifadə eləməyə icazə var. Sonra dəyişənin adında boşluq işarəsi ola bilməz. Bir də dəyişənin adında bax burada gördüyümüz işçi sözlərdən istifadə etmək olmaz. Və bir də dəyişənin adında böyük hərflə kiçik hərf fərqli dəyişənlər ifadə edir. Yəni böyük A ilə balaca A eyni dəyişən olmayacaq. Fərqli dəyişənlər də olar. Sonra gəlirik mənimsətmə əməlinin üzərinə, mənimsətmə operatorunun üzərinə. Mənimsətmə dəyişənin qiymətini dəyişmək üçün istifadə olunur. Bax bu şəkildə A bərabərdir 5 yazdıq. 5'dir. Növbəti səfər A bərabərdir 7 yazıramsa artıq 5 qiymətini yox, 7 qiymətini götürəcəyik.
Sonra gəlirik çoxlu mənimsətmə anlayışına. Baxın, burada belə bir şey var. Əgər biz A bərabərdir, B bərabərdir, tutaq ki, A-nın 5, B-ni 5, B-ni 10, C-ni 15 veririksə, normalda belə yazmalıyıq. Deyək ki, B-ni 3, C-ni 7 vermək istəyirəm. Sonra burada belə deyirəm, print B, bir dənə print C yazıram. Ardıcıl o qiymətləri çap edəcək. İndi əgər mən istəyirəmsə ki, bunları bir sətirdə göstərim, o zaman onların arasında vergül qoyuram. A vergül, B vergül, C, 4, 5, 6, neçə dənə istəsək yaza bilirik burada. Vergül 3, vergül 7. Bunu da silək burada. Yenə də A-nın qiyməti 5-dir, B-nin qiyməti 3-dür, C-nin qiyməti nədir? 7-dir. İndi əgər mən hamısına eyni dəyər vermək istəsəm, o zaman belə bir şey deyirəm. A bərabərdir B, o da bərabərdir C, o da bərabərdir 5. Yəni A da 5-dir, B də 5-dir, C də 5-dir. Çoxlu mənimsətməni bir də bu şəkildə göstərmək olur. Sonra bax burada da onu göstərmişik. Dəyişənlərin tipləri. Baxın, biz Pythonda əsas tiplər olaraq bir çox tipi öyrənəcəyik. Bunlar bizim tiplərimizdir. Amma indi başlanğıc üçün öyrənməli olduğumuz tam ədədlərdir, sətirlərdir, sürüşkən nöqtələ onluq kəsirlər, yəni həqiqi ədədlərdir, məntiqi kəmiyyətlərdir. Bunları bilsək, gerisi bəs eləyəcək. Tam ədəd deyəndə bildiyimiz, riyaziyyatdan bildiyimiz tam ədədlər. 0, mənfi ədədlər, bir də müsbət tam ədədlər, hamısı bir yerdə. Sətirlər dırnaq arasında göstərilən ifadələrdir. Bax, dırnağın içində göstərilən, istənilən ifadə sətirdir. Sətir hər hansı simvollar yığınıdır. Sürüşkən nöqtəli ədədlər isə həqiqi ədədlərdir. Məsələn, 2.3, 5.7, mənfi 11.3 və s. Yəni, onluq kəsr şəklində göstərilən ədədlər. Məntiqi tipli kəmiyyətlərdə isə qiymətlər ya true ya false olur. Yəni, doğru yalan qiymətlər ala bilir. İndi birinci gəlirik rəqəmsal tiplərə. Bax, type funksiyası funksiyanın tipini təyin eləmək üçündür. Və bu cür yazılır. Burada da tipini göstərir. Bax, int, float və s. Tam ədədləri. Bax, burada sətirləri göstərmişik. Dəyişənin tipi aşağıdakıları müəyyən edir. Qəbul olunma formasına görə qiymətlər oblastını, qəbul oluna bilən əməliyyatlar, yəni biz nə deməkdir o? Məsəl üçün, hansı ədədlər aiddir tam ədədlərə? Bax o. Qəbul oluna bilən əməliyyatlar nədir? Məsələn, biz sətri, tutaq ki, 5-i 5-ə vura bilirik. Amma dırnaq içində 5-i, dırnaq içində 5-ə vura bilmərik. Sətir sətrə vurulmur. Bu xəta verəcək. Amma bu doğru olacaq. O yüzden onu təyin edirik. Yəni tipi təyin eləməklə bu əməliyyatları da avtomatik təyin eləmiş oluruq. Sonra yaddaşda nə qədər yer tutacaq yaddaşın həcmi, bir də hansı formatda saxlayacağıq o verilənləri o. Gəlir tip çevirmələrə. Əgər həqiqi ədədi integer tipinə çevirmək istəyiriksə int tipindən istifadə edirik. Sadəcə olaraq kəsr hissəni atır. Əgər tam ədəd verib ona həqiqi tipə çevirmək istəyirəmsə, float funksiyasından istifadə edəcəyik, bu şəkildə yazacaq. Sonra sətir tipində veriləni tam ədədə çevirmək istəyiriksə, o zaman int funksiyasından yenə istifadə edəcəyik. Əgər biz sətir tipində həqiqi ədəd vermişiksə, onu floatla yenə həqiqi ədədə çevirə bilərik. Amma burada məsəl üçün xəta verəcək. Xətamız nədən ibarətdir? Bu tam ədəd deyil, amma biz onu istəyirik ki, tam ədədə çevirək. O zaman xəta verəcək. Sonra bool tipi də göstərdik, bayaq dedik artıq true false qiymətlər alır. Burada bir şey bilməyimiz lazımdır. Sıfırdan fərqli istənilən ədəd və sətir həmişə true məntiqi dəyərini alır. Yəni fərqi yoxdur. İstəyirsən sətir qoy, istəyirsən ədəd qoyar. Sıfır deyilsə true'dur. Sonra klaviaturadan ədədlərin daxil edilməsi.
Biz klaviaturadan ədədləri daxil eləmək istəyiriksə hesablama prosesində, məsələn, bax buradakı kimi. Sadəcə olaraq burada input işçi sözündən istifadə edirik. Bir şey yadımızda saxlamalıyıq. Input standart halda susma rejimində verilənləri sətr tipində geri qaytarır. Məsələn, deyək ki, mən burada belə bir şey yazsam, A üstə gəlinsin B, üstə gəlinsin C. Bax, A-ya, B-yə, C-yə hər üçünə eyni qiymət mənimsədilir. Doğrudurmu? Məsələn, deyək ki, 25 qiymətini mənimsədirəm. Cavabı mənə 25, 25, 25 şəklində verəcək. Səbəb nədir? Çünki sətirlər toplanarkən, sətirlər üzərində iki sadə əməlimiz var. Sətirləri toplaya bilərik. Məsələn, deyək ki, məsələn, belə bir şey yazıram. Deyək ki, alma, üstə gələk, 25. İcra eləsək, onları yan-yana yazacaq. Bir də sətrə ədədə vurmaq olar. Alma vurulsun 6. 6 dəfə alma sözünü ard-arda yazacaq. İndi burada da sətr tipində olduğuna görə bu 25, 25, 25, 25 yazılıb 3 dəfə. Bəs bunu tam ədədlə necə ifadə eləyək? Bunun qarşısına int işçi sözünü yazılır. Int input. Yəni daxil elədiyimiz kəmiyyəti birinci inputla daxil edirik, daha sonra onu tam ədədə çeviririk. Məsəl üçün indi 25 qiymətini daxil edəsək cavabı 75 verəcək bizə. Aydındır? Ədəd kimi topladıq çünki. Input funksiyası iki formada ola bilər. Arqumentli şəkildə ola bilər. Bax belə, dırnaqda nə isə göstəririk. Bunu çıxışda biz S kimi görəcəyik. Bax belə görəcəyik. Verəcək bizə ki, daxil edər. Bir də arqumentsiz şəkildə, arqumentsizi bayaq gördük. Yəni bunu yazmırıq sadəcə. Bu da oldu onun arqumentsiz şəkli. Sonra input dedik, parametrli parametrsiz şəklini dedik. Pythonda ədədlər üzərində bax burada gördüyümüz əməlləri icra eləmək olar. Toplama, çıxma, vurma, bölmə. Bölmədən alınan tam ədəd, yəni məsələn 19-u 5-ə bölmüşəmsə 3 tam neçəsə eləyir, 3-ü götürür. Bir də A-nın B-yə bölünməsindən alınan qalıq 19-u 5-ə bölsəm qalıq 4 eləyir. Sonra bu da qüvvətə yüksəltməli, yəni A üstündə B-ni hesablayır. 2 üstündə 9 üstündə 2-ni hesablayır, 81 kimi qiyməti geri verir. İndi burada incə bir nüans var, onu izah eləyək. Ora qayıdacağım mən indi. Bax, burada bəzi hesablama əməliyyatlarını qısa şəkildə də yazmaq lazım gəlir. Məsələn, deyək ki, A bərabərdir, atıram, 5 yazıram. Aşağıda A bərabərdir, A üstə gəlsin 1 yazıram. A bərabərdir, A üstə gəlsin 5 yazıram. İndi mən bu yazılışı belə də yaza bilərəm. A bərabərdir, A üstə gəlsin 1-in əvəzinə A üstə gələk bərabərdir 1 yaza bilərəm. Bu elə eyni şey demək olacaq. A bərabərdir, A üstə gəlsin 1-lə. Ya da burada A plus bərabərdir 5 demək nə demək olacaq? A bərabərdir, A üstə gəlsin 5 deməkdir. Aydındır? A-mız 5-dir, 5-in üstünə 1 gəlirəm 6, 10 üstünə 5 gəlirəm 11. 11 dəyərini çıxışa verəcək. Sonra bu bütün əməlləri bu şəkildə göstərmək olar. Burada isə əməllər sırasını göstərir bizə. Əməllər sırasında nəyimiz var? Qüvvətə yüksəltmə, İkinci əməllər vurma, bölmə, tam bölmə və natamam qalıq, qalığın tapılması. Bu əməllər yazıldığı ardıcıllıqla icra olunur. Yəni birinin digərinin üstünlüyü yoxdur. Daha sonra icra olunan əməllər hansılardır? Toplama və çıxma. İndi buna diqqətlə baxsaq, Pythonda operator və operand anlayışlarından istifadə edirik. Operator nədir? Məsələn, A bərabərdir 5 üstündə 3, bir operatordur. Yəni orada hər hansı var, burada vermişəm. A bərabərdir B vurulsun C, B və C operatordur. Vurma əməli də
icra olunan operatordur. Aydın necə? B ilə C ilə operantlar deyirik. Yəni əməliyyatın aparıldığı obyektlər, hansı obyektlərin üzərində əməliyyat aparırsa, onlara operant deyirik. Sonra burada istifadə olunan operatorlardır. Bunlar haqqında ayrıca danışacağıq. Bir də gəlir bizdə modullar. Bununla yekunlaşdıracağım bugünkü dərsi. Biz istifadə edirik modullar. Bax, ən çox istifadə olunan modulları burada qeyd eləmişəm. Öyrənməyimiz lazım. Modulları necə qoşuruq? Modulu qoşmaq üçün import işi sözündən istifadə olunur. 3 formada qoşa bilirik modulu. Birinci importlandır. Məsələn, deyək ki, import məz. Riyazi modulu qoşduq. İndi biz əgər riyazi modulu qoşmuşuqsa, ondan sonra riyazi modulda istifadə olunan funksiyaları yazanda, məsələn, deyirəm ki, print məz nöqtə sqrt deyək ki, 9. Sqrt kök alma funksiyasıdır. İndi məz nöqtə yazırıq ki, yəni bu riyazi modulun funksiyasıdır və icra eləsək 9-dan kök alıb 3 cavabını çıxışa verəcək. İndi əgər biz bu məzi yazmaq istəmiriksə, ikinci formada daxil edə bilərik verilənləri. From məz import ulduz. Bu məz modulunun bütün funksiyalarını çağırır. Bu zaman bu məz nöqtədən istifadə etmək lazım gəlmir. Birbaşa SQL yazıram, veriləni çıxışa verirəm. Bu şəkildə. Üçüncü formada nədir? Import ulduz yazmıram. Məsələn, yazıram SQL. Yəni, hansı funksiyalardan konkret olaraq istifadə edəcəmsə, onların adlarını yazıram. Yəni ki, bunu yazacağım, bir də atıram. P-ni yazacağım. İcra eləsəm, hansıları ki, mən burada qeyd eləmişəm, ancaq o funksiyalardan rahat şəkildə istifadə edə bilərəm. Məsələn, deyək ki, bunun üstünə gəlmişəm, P-ni. Pi bildiyimiz, riyaziyyatdan bildiyimiz o ədəddir. 3,14 nə bilir nəsə. Bax bu. Tam başa düşüldü bura qədəri. Bu modulların qoşulmasıydı. Sonra keçid alaq. Bax, bu funksiyalarda öyrənməyimiz lazım olacaq. Qarşısında vermişəm hamısının təyinatını. Call funksiyası qüvvətə yüksəltmə işini hesablayır. X üstündə Y hesablayırıq bundan. İkinci, 3 dənəli də ola bilər POV. Bu zaman nə edirik? X üstündə Y-ın Z-ə bölünməsindən alınan qalığı tapırıq. Sonra üçüncü round funksiyası. Round funksiyası yuvarlaqlaşdırır. Necə yuvarlaqlaşdırır? Mən round Y verəndə cavabı 4 verəcək. Çünki 3,5-i 4-ə yuvarlaqlaşdırırlar. Məsələn, round X 2 o demək ki, vergüldən sonra burada 2 dənə rəqəm saxlar, ora qədər yuvarlaqlaşdırır. 2 rəqəmdə olanda bu yuvarlaqlaşdıranda necə olacaq? 2,26. Yəni, riyaziyyatdan bildiyimiz adi yuvarlaqlaşdırma qaydasıdır. Sum funksiyası daxil edə verilənləri toplayır. Sonra maksimum funksiyası verilənlərin ən böyüyünü təyin edir. Sonra minimum funksiyası ən kiçiyini tapır obyektlər arasında. Və salam. Bunlar haqqında bu qədər kifayət edir. Daha artığını, çünki material çoxdur, öyrənəcək şeyimiz də çoxdur növbəti həftəyə qədər. Mən sizə testlər yollayacağım, material da yollayacağım, yəni video şəklində yollayacağım. Onları qeyd edək. Əgər çatdırsaz, görsəz ki, çatdırmışıq, heç bir problemimiz yoxdur, vaxtımız qalır. Mənə deyərsiniz, bundan sonraki mövzunun da, hissənin də izahını sizə atarım ki, dərsə qədər baxarsınız, dərsdə birlikdə o hissəsində müzakirə edərik. Aydınmı? İndi ilk dərsimizdə bizim testimiz falan yoxdur. Yəni, biraz tez bitəcək. Amma növbəti dərsdən artıq testləri falan işləyəndə istər-istəməz çox olacaq. Yəni, izah olunası şeylər bu qədər idi ilk mövzuda. Yenə də mən sizin üçün əlavə
həm video izah, həm testlər, həm materiallar hamısını göndərəcəm. Bunun davamı olaraq. Yəni dərsin izahı üçün o lazım olan hər bir şeyi göndərəcəm sizə. Müəllim, bir də kimdə kitab varsa bu başa saldığımız hissəni atardı da biz kitab alana kimi, kitablar Tamam, problem gələnə yox. kimi. Problem yoxdur, problem yoxdur. Həll edərik. Olar. İzah elədiyim hissədən, o keçdiyimiz hissədə qaranlıq qalan, aydın olmayan, başa düşülməyən nəsə varmı? Kiminsə sualı varmı? Rövşən müəllim, sualım yoxdur, yəni qaranlıq qalan bir şey yoxdur, amma bir məsələ var. Deməli, tam tipin bəzi kitablarda uzun tam adı qeyd olunubdur. O çıxarılıbdır. Uzun tam Python'da yoxdur ümumiyyətlə. Dərsliklərdə var idi. Var idi, yox. İndi o da yoxdur. Hə, tamam. O səhvdir. O səhvdir. Long integer ilk versiyalarında Python'da var idi, amma indi yoxdur. Yəni hal-hazırda yoxdur long integer. Hə, çox sağ olun mənim. Ona görə səhvdir o. O elə senin sualıdır. Summativin sualıdır da mən bildiyim qədər. Bəli, onların içində vardı. Köhnə nəşr kitablarda da var idi. Hə, amma yəni o yanlışdır. Anladım mənim. Belə. Axşamınız xeyir. Hər vaxtınız xeyir mənim. Bağışlayın sualıma görə. Bu proqramı biz ilin sonuna qədər ümumi bir dəfə aparacaq, yoxsa bir dəfə bitirib bir dəfə təkrar çatdırarıq? Bitirib təkrar eləyəcək. Hə. Yəni bitirib bir dəfə təkrar edək. Bəli, bəli. Biraz anlayışım yoxdur Python haqqında. Yəni mən sizə prezent Narahat olmayın. Sırf elə ona görə Python ayrı gün. alqoritmi, yəni normal başa düşmüşüksə Pythonda biraz rahat alına bilər. Alqoritm mövzusu ilə əlaqəlidir. Yoxsa tamam fərqli. Tamamilə əlaqəlidir. Tamamilə əlaqəlidir. Yəni alqoritmi normal işləmişiksə, əgər Hə, o Pythonda da problem elə çox yaşamayacaq. Sadəcə orada bloklar idi, burada kodlarını əvəz eləyəcək onları. Tamam.